Esselamu Aleyküm və Rahmetullah. Dəyərli müsəlmanlar, Mizan Yardım Qrupunun üzvləri. Allah sizin əhlivizə, malınıza bərəkət versin. Bugün həftənin bazar günü, martın 8-idir. Hər həftə olduğu kimi yenə də Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb 50 ailə üçün bu cür paketlənib və onlardan 28-i bura Qaraçuxura gətirilib və buradan inşallah ehtiyaclı, yaşlı, zəif, xəstə müsəlmanlara bu ərzaq paylarımız veriləcək. Allah sizin malınıza, əhlivizə bərəkət versin. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurur ki, kim bir oruclu iftar verərsə, orucunun savabı qədər savab qazanar və inşallah orucunun savabından da heç bir şey eksilməz. Və inşallah ki, bu ərzaqlar da hər bir orucunun iftarı və ya sahuru olacaq. Allah sən qəbul etsin, Allah sizə bərəkət versin. Esselamu Aleyküm və Rahmetullah. Selamun Aleyküm və Rahmetullah və Bərəkətuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün mart ayının 8-i 2026-cı il Mərdəkan, Binə, Ramana ərazisində olan ehtiyaclı ailələrə ərzaqlarımız maşına yüklənib gün ərzində paylanacaq. Allah Subhanahu taala bərəkət versin. Selamun Aleyküm və Rahmetullah və Bərəkətuhu. Möhtərəm müsəlmanlar və Mizan Yardım Qrupunun üzvləri. Bugün mart ayının 8-i 2026-cı il Mizan Yardım Qrupu tərəfindən ərzaqlarımız alınıb, paketlənib, birazdan paylanacaq. Allah Subhanahu taala müsəlmanların malına, mülkünə, əhlinə bərəkət versin. Salam aleyküm. 8 mart 2026-cı il Mizan Yardım Qrupu tərəfindən Binədə 8 ailəyə ərzaq yardım edildi. Allah bərəkət versin.